Gənclər arasında milli musiqiyə marağı artırmaq üçün hansı işləri görürsünüz? Bu doğrudan da qeyri-adi bir konsert idi. Musiqini süni intellekt yazır. Bəli. İfanı süni intellekt eləyir. Onun yaratdığı əsərləri də heç vaxt süni intellekt yarada bilməz. Konservatoriyanın məzunlarının əmək bazarına inteqrasiyası necə təmin olunur? Bu sadəcə olaraq Milli Konservatoriyadan asılı olan məsələ deyil. Ən uğurlu layihələri necə sıralayardınız? Ədibin evinin səhnəsi proyektidir. İstedad yoxsa sistem daha vacibdir? Əməksiz istedad mövcud deyil. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Gənclər arasında milli musiqiyə marağı artırmaq üçün hansı işlər görülür? Son illərdə konservatoriyada hansı dəyişikliklər olub? Növbəti illər üçün əsas hədəflər nələrdir? Qəbuldasanda bu və digər suallar cavablandırılacaq. Studiyada İlqar Mehmanoğludur. Hər birinizi salamlayırıq. Müsahibin Milli Konservatoriyanın rektoru, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor Kamilə Dadaşzadədir. Kamilə xanım, salam, xoş gəlmisiniz. Salamlayıram sizi. Kamilə xanım, əvvəlcə istəyərdim məlumat verəsiniz konservatoriyanın yaranma tarixi barədə. Qısa bir məlumat olsa eşidərdik. Azərbaycan Milli Konservatoriyası 2000-ci ildə 13 iyun tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaranmışdı və mən düşünürəm ki, bu həqiqətən də tarixi bir hadisə olmuşdur. Çünki çox əsrlik Azərbaycan musiqi mədəniyyəti ilk dəfə ali təhsil müəssisəsi səviyyəsində tədris edilməyə başlamışdır və bu fakt özlüyündə həm Ulu Öndərin mədəniyyət sahəsində, onun mədəniyyət siyasətinin uzaqgörənliyini, həm də eyni zamanda mən fikirləşirəm onun milli təəssübkeşliyinin ən parlaq təzahür formalarından biridir. Keçən il bizim konservatoriyanın 25 yaşı tamam oldu. Bu bir əsrin bir rübüdür. Amma eyni zamanda mən onu qeyd etmək istərdim ki, bizim Milli Konservatoriyada çox əsrlik ənənəvi musiqi mədəniyyətinin müxtəlif janrları tədris edilir və əslində bütün bu prosesləri tamamilə anlamaq üçün biz keçən əsrin əvvəllərinə bir ekskurs etməliyik və xalq musiqisinin, ümumiyyətlə ənənəvi musiqinin təhsil müəssisələrdə tamamilə yeni bir formatda, yeni bir belə deyək də sistemdə, daha müasir sistemdə tədrisi birbaşa Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Üzeyir bəyin bildiyiniz kimi, ümumiyyətlə Azərbaycan musiqi mədəniyyətinin bütün sahələrinə, bütün istiqamətlərinə dair çox unikal bir onun bir sistemi mövcud idi, onun bir planı mövcud idi və strategiyası mövcud idi və Azərbaycan ənənəvi musiqisinin tədrisi bu sistemin, bu konseptual yanaşmanın əsas istiqamətlərindən birini təşkil edirdi və bildiyiniz kimi 1921-ci ildə yaranan Azərbaycan Dövlət Konservatoriyasında sırf ənənəvi musiqinin tədrisi ilə məşğul olan şərq şöbəsi yaradılmışdı bilavasitə Üzeyir bəyin təşəbbüsü ilə və eyni zamanda bir il sonra 1922-ci ildə milli peşəkar kadrların hazırlaması məqsədi ilə Azərbaycan Türk Musiqi Məktəbi də yaranmışdı ki, bu da Azərbaycanda ənənəvi musiqisinin tədrisində çox önəmli tarixi bir rol oynamışdı və bugün bütün bu ənənələr Üzeyir bəyin qoyduğu bax bu sahədə ənənələr çox uğurlu şəkildə Azərbaycan Milli Konservatoriyasında davam etdirilir. Azərbaycan Konservatoriyası haqqında əgər mümkündürsə mən bir qədər ətraflı məlumat verim. Onun quruluşu haqqında, onun əsas missiyası haqqında. Bizim bir ali təhsil müəssisəsi olaraq əsas missiyamız ənənəvi musiqi mədəniyyətimizin özünə məxsusluğunu, bənzərsizliyini qoruyub saxlamaq və eyni zamanda onu yeni tendensiyalarla, dünya musiqi müstəvisində müşahidə edilən yeni təmayüllərlə sintez etmək və uzlaşdırmaqdan ibarətdir. Bu, əlbəttə ki, çox mürəkkəb bir məsələdir və ardıcıl şəkildə həyata keçirilən bir hədəfdir, əlbəttə ki. Və bugün Azərbaycan Milli Konservatoriyası böyük bir
müəssisə olmasa da, amma burada çox böyük işlər görür. Mən deyərdim ki, çox rəngarəng və maraqlı müəyyən tədbirlər həyata keçirilir və bu tədbirin, hər bir istiqamətin özünə məxsus həm missiyası mövcuddur, həm də ki, funksionallığı və Azərbaycan musiqi mədəniyyətinin inkişafında müəyyən rolu vardır. Kamil xan, bəs son illərdə hansı əsas dəyişikliklər olub konservatoriyamızda? Son illərdə mən qeyd edərdim ki, müəyyən islahatlar aparılmışdır və bu islahatlar ilk növbədə tədrisin keyfiyyətinin yaxşılaşmasına, onun dünya standartlarına uyğunlaşdırılmasına yönəlmişdir və təbii ki, Milli Konservatoriyada son il yarım ərzində müəyyən optimallaşdırılma işləri də aparılmışdır və bugün bizim kollektiv daha kompaktdır, amma eyni zamanda gördüyümüz işlər, belə deyək də, ənənəvi musiqinin inkişafına yönəlmiş müəyyən istiqamətləri əhatə edir. Və mən deyərdim ki, misal üçün bizim Milli Konservatoriyada əgər söhbət optimallaşdırmadan gedirsə, müəyyən bu vaxta qədər aparılmış ayrı-ayrılıqda təcrid olunmuş halda aparılmış işlər eyni mərkəzdə Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzində cəmləşmişdir ki, bu da görülən işlərin koordinasiyasını təmin edir və bir çox dəyişikliklər olub və onlardan bəzilərini mən qeyd etmək istərdim. Misal üçün, bizim üçün bilirsinizmi, tələbələrin, onların elmi inkişafı, həm yaradıcılığın inkişafı çox önəmlidir və bu nöqteyi nəzərdən biz misal üçün tələbə elmi cəmiyyətin inkişafına, onun tamamilə yenidən qurulmasına, onun fəaliyyətinin genişləndirməsinə böyük önəm veririk və tələbə elmi cəmiyyətin nəzdində misal üçün yeni bir ansambl yaranmışdı. Ün adında, bilirsiniz ki, ün qədim türk arxaik sözüdür və özündə həm səs, səda anlamını, həm də eyni zamanda şan, şöhrət anlamını ehtiva edir və biz çox ümid edirik ki, qədim, arxaik həm folklor nümunələri, həm ənənəvi musiqi nümunələrinin ifa edən ün ansamblı həqiqətən də çox yaxın gələcəkdə böyük şöhrət tapacaq və eyni zamanda tələbə elmi cəmiyyətində yeni seksiyalar əmələ gəlib. Misal üçün, bir seksiya, bir istiqamət etnomusiqişünaslığın arxivindən adlanır və onun doğrudan da əslində çox böyük missiyası var. İlk növbədə tələbə elmi cəmiyyətin üzvləri dünya etnomusiqişünaslığında, onu da qeyd edim ki, etnomusiqişünaslıq, musiqişünaslığın xüsusi bir sahəsidir. Ayrı-ayrı xalqların, etnik qrupların ənənəvi musiqisini araşdıran bir sahədir və tələbə elmi cəmiyyətdə müxtəlif xarici dillərdə yazılmış elmi ədəbiyyat, yəni ki, bu sahənin ana kitabları Azərbaycan dilinə tərcümə olunur, onlar populyarlaşır. Digər tərəfdən tələbə etnomusiqişünaslığın arxivindən deməli, seksiyasında bizim Azərbaycan etnomusiqişünasların arxivlərindən müəyyən not nümunələri üzə çıxarılır və onlar bərpa edilərək ifa olunur. Bax, bu çox önəmli bir məsələdir. Mən özüm də etnomusiqişünasam və bir çox folklor ekspedisiyalarda həm Azərbaycanın, həm Gürcüstanın, Ermənistanın, Türkiyənin müxtəlif bölgələrində folklor ekspedisiyasında olmuşam və hər birimizin arxivində doğrudan da bugün artıq itib batmaqda olan və çox dəyərli bizim xalq musiqisinin bir çox dəyərli nümunələri qorunub saxlamaqdadır və tələbə elmi cəmiyyətin də əsas funksiyalarından biri ondan ibarətdir ki, bizim etnomusiqişünasların arxivində qorunub saxlanılan bax bu nadir nümunələri dirçəltmək, bərpa etmək və yenidən onları elə bil ki, dövriyyə, musiqi dövriyyəsinə daxil etməkdən ibarətdir. Növbəti sualım təhsillə bağlı olacaq. Beynəlxalq təhsil standartlarına uyğunlaşma prosesi hansı mərhələdədir hazırda?
Təşəkkür edirəm sualınıza görə. Əslində bu hər bir ATM-in ali təhsil müəssisəsinin indiki dövrdə ən mühüm funksiyalarından biridir. Çünki bildiyimiz kimi biz postqlobal bir dövrdə yaşayırıq və bugün heç bir ali təhsil müəssisəsi öz fəaliyyətini təcrid olunmuş halda həyata keçirə bilməz və təbii ki, hər bir ali təhsil müəssisəsinin qarşısında öz tədris prosesini beynəlxalq standartlarına uyğun olaraq təşkil etməkdən ibarətdir. Biz də bu sahəyə kifayət qədər önəm veririk və bu istiqamətdə müəyyən işlər görürük. Onu da qeyd edim ki, bugünə kimi bizim bir çox ali təhsil müəssisələri ilə, xarici ali təhsil müəssisələri ilə müqavilələrimiz, memorandumlarımız vardı və onların çərçivəsində bizdə müəyyən işlər həyata keçirilir. Son dövrdə biz, misal üçün, nümunə olaraq mən bir faktı qeyd edim ki, dünyada çox məşhur, bəlkə ən məşhur bir neçə təhsil müəssisəsi varsa, populyar və caz musiqisinin tədrisində onlardan biri Berkeley, Valensiya universiteti ilə danışıqlar aparırıq. Bizim müəyyən artıq müsbət nəticələrimiz mövcuddur və bu memorandum, bu müqavilələr çərçivəsində tələbələrin mübadiləsi nəzərdə tutulub və eyni zamanda bu sahədə çalışan məşhur pedaqoqların mübadiləsi də nəzərdə tutulub. Və eyni zamanda biz bax bu günlər, bir neçə gün bundan öncə SOAS London Universitetinin nümayəndəsi ilə görüşmüşük və onlar arasında da bizim, daha doğrusu təhsil müəssisələrimiz arasında da müqavilə imzalanacaq. Bu da çox məşhur bir universitetdir və yaxın Orta Şərq ənənəvi musiqinin tədqiqi və tədrisi ilə bağlıdır və həmin universitetlə bizim həm də keçən həftə bir simpoziumumuz da baş tutdu. Bu barədə danışacağıq. Növbəti suallarım da olacaqsa, gənclər arasında milli musiqiyə marağı artırmaq üçün hansı işlər görülür və s. Amma indi qısa fasiləyə ayrılmalıyıq. Xatırladım ki, qəbuldasan efirdədir. Aparıcı mənəm İlqar Mehmanoğlu, qonağım Milli Konservatoriyanın rektoru, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor Camilə Dadaşzadədir. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Qəbuldasan davam edir. Studiyada İlqar Mehmanoğludur. Müsahibim Milli Konservatoriyanın rektoru, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor Camilə Dadaşzadədir. Camilə xanım, beynəlxalq əməkdaşlıq barədə istəyirdim sizdən soruşum. Konservatoriyanın beynəlxalq əməkdaşlıqları hansı istiqamətləri əhatə edir? Konservatoriyanın beynəlxalq istiqamətləri müxtəlif əslində sahələri əhatə edir və mən ilk növbədə elmi əməkdaşlıqdan başlamaq istərdim. Azərbaycan Milli Konservatoriyası mütəmadi olaraq müxtəlif beynəlxalq təşkilatlarla müxtəlif tədbirlər həyata keçirilir. Təbii ki, bizim üçün prioritet istiqamətlərdən biri Türk dövlətlərinin universitetləri ilə, ali təhsil müəssisələri ilə və elmi təşkilatları ilə əlaqə qurmaq və fikir mübadiləsi aparmaqdır. Və bu sahədə biz bir neçə tədbir keçirmişik. Sadəcə olaraq vaxt məhdudiyyətini nəzərə alaraq mən bir tədbiri qeyd etmək istərdim ki, bu da Türk Mədəniyyəti və İrsi Fondu ilə və eyni zamanda Azərbaycan Elmlər Akademiyası və Azərbaycan Elmlər Akademiyasının Folklor İnstitutu və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçirilən Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə Türk dünyasının mədəni kodları mövzusunda elmi simpoziumuydu. Elmi simpozium keçən il baş tutdu və Üzeyir bəy yubiley ilinə həsr olunmuşdu və bu simpozium çərçivəsində biz musiqi türkologiyası, ümumiyyətlə türkologiyaya dair və türk xalqlarının tarixinə dair
ədəbiyyatına və eyni zamanda ənənəvi musiqi mədəniyyətinə dair 100-dən artıq məruzə dinlədik və bu simpozium nəticəsində həqiqətən də bir çox dəyərli elmi qənaətlər əldə olundu. Deməli, bu təşkilatlar arasında UNESCO nəzdində fəaliyyət göstərən ACTMD təşkilatıdır. ACTMD ənənəvi musiqi və rəqs üzrə beynəlxalq təşkilatdır və bu təşkilatın Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə 2024-cü ildə ilk simpoziumu keçirilmişdi və keçən həftə ACTMD və SOAS, London Universiteti, Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Sərhədləri Aşan Azərbaycan Muğamı adlı beynəlxalq simpozium keçirilmişdi. Bu simpoziumun işində məşhur mütəxəssislər iştirak etmişdilər və o cümlədən də Fransadan Jean Düring, İngiltərədən Rachel Harrison və digərləri və bu simpoziumun nəticələri, elmi qənaətləri doğrudan da çox önəmlidir və Azərbaycan muğamının həm tarixi, həm müasir vəziyyətinin dərk edilməsi üçün çox vacibdir və eyni zamanda simpozium çərçivəsində müəyyən konsert proqramları da təqdim edilmişdi və bu konsert proqramları arasında mən xüsusilə Alim Qasımovun və Kanadadan olan məşhur etnoqraf, məşhur rəqqas Saşar Zərifin iştirakı ilə keçirilən Səma konsertini vurğulamaq istərdim. Bu doğrudan da qeyri-adi bir konsert idi və böyük, belə deyək, təlqin edici qüvvəyə malik olan bir tamaşa idi. Eyni zamanda mən Azərbaycan Milli Konservatoriyasının digər beynəlxalq təşkilatlarla əməkdaşlığını da qeyd etmək istərdim və o cümlədən də İSME təşkilatı ilə İSME musiqi pedaqogikasından məşğul olan beynəlxalq təşkilatdır və İSME-nin də Azərbaycan Milli Konservatoriyasından birgə təşkilatçılığı ilə simpoziumu keçirilmişdi. Yəni ki, bizim beynəlxalq əlaqələrimiz doğrudan da çox rəngarəngdir, müxtəlifdir və müxtəlif istiqamətləri əhatə edir. Təşəkkür edirəm. Siz gənclər arasında milli musiqiyə marağı artırmaq üçün hansı işləri görürsünüz? Ümumiyyətlə, mən bu suala daha geniş kontekstdə baxmaq istərdim. Çünki indi bizim musiqi ekologiyası, bax belə bir anlayış var və belə bir sahə mövcuddur. Bax bu sahədə bizim bir çox problemlərimiz mövcuddur. Bunu hamı bilir, hamı dərk edir və əslində çox mürəkkəb proseslərdir. Yəni ki, bu sahədə mən bir etnomusiqişünas kimi qeyd edə bilərəm ki, müəyyən bir belə anlayış var, simulakr. Yəni ki, mövcud olmayan hansısa obyekti deməli ona oxşatmaq, onu təqlid etmək və xalq musiqisi adı altında bugün əslində xalq musiqisinə qətiyyən heç bir adiyyəti olmayan bəsit bir nümunələr təqdim edir və bu baxımdan əsl bizim deməli autentik Azərbaycan ənənəvi musiqisinin təbliği Azərbaycan Milli Konservatoriyanın əsas funksiyalarından biridir və bu nöqteyi nəzərdən biz bir sıra tədbirlər keçiririk və mən düşünürəm ki, bu tədbirlərin əsas məqsədi, əsas hədəfi gənclər arasında əsl Azərbaycan musiqisini təbliğ etməkdən ibarətdir. Belə ki, bizim bir sıra universitetlərlə görüşlərimiz keçirilir. Bizim ümumiyyətlə bir çox tədbirlərimiz keçirilir, müxtəlif tədbirlərlə və orada təbii ki, gənclər iştirak edir və ümumiyyətlə bizdə konservatoriyada müəyyən açıq qapı günləri keçirilir, tədbirlər, konsertlər və orada səslənən musiqi nümunələri mən düşünürəm ki, Azərbaycan gənclərinin estetik tərbiyəsinə müsbət təsir göstərir. Bir də maraqlıdır, siz ənənəvi və modern musiqi arasında sintez imkanlarını necə qiymətləndirirsiniz?
Bu da ümumiyyətlə belə deyək də, ümumiyyətlə təkcə musiqinin deyil, ümumiyyətlə humanitar sahənin əsas problemlərindən biridir. Yəni ki, ənənəvi mədəniyyətin və konkret olaraq ənənəvi musiqinin autentikliyini, yəni ki, özünə məxsusluğunu qoruyub saxlamaq və eyni zamanda mən qeyd etdiyim kimi dünya müstəvisində müşahidə edilən proseslərlə sintez etmək və yaxud da digər mədəniyyətlərə xas olan janrlarla sintez etmək və əslində bu məsələnin Azərbaycanda çox dərin kökləri mövcuddur və bunun da iki amili var. Birincisi ondan ibarətdir ki, bu amillərdən birincisi ondan ibarətdir ki, əlbəttə ki, bizim ənənəvi musiqi janrları, misal üçün muğam sənəti, aşıq sənəti, onlar o dərəcədə geniş potensiala malikdirlər ki, onlar istənilən janra, mən həmişə bunu vurğulayırım, inteqrasiya edə bilərlər. Yəni ki, öz potensialları çox zəngin. Elə muğam sənətini biz götürəndə görürük, burada muğam opera janrı yaranmışdı Azərbaycanda, bildiyiniz kimi simfonik muğam janrı, caz muğam və s. Yəni ki, rock muğam və s. Yəni ki, imkanlar həqiqətən də çox genişdir və ona görə bugün bu sahədə, bu istiqamətdə müəyyən işlər görülür və mən müsbət əslində qarşılayıram, müsbət qəbul edirəm bütün bu prosesləri və bir nümunəni mən burada gətirməklə kifayətlənmək istərdim. Bizim konservatoriyanın gənc müəllimi İbrahim Babayevtar ifaçısıdır. O gözəl ənənəvi musiqi ifaçısıdır, yəni ki, muğamların gözəl təfsirçisidir. Amma eyni zamanda o eksperimentlərə və müasir tendensiyalara açıq bir musiqiçidir. Çünki o öz yaradıcılığında muğamı, Azərbaycan muğamını, Azərbaycan folklor nümunələri, rəqəmsal texnologiyalarla uzlaşdıra bilir və bu sahədə, bu istiqamətdə həqiqətən də böyük nailiyyətlər əldə etmişdir. Misal üçün, keçən il o Berlində keçirilən beynəlxalq çox mötəbər bir müsabiqədə, festivalda gözəl nəticə nümayiş etdirmişdi və onun bir çox maraqlı layihələri var və belə layihələr əslində çoxdur və Azərbaycan Milli Konservatoriyasında bax bu istiqamətdə aparılan işlər dəstəklənir. Şamilə xanım, konservatoriyanın məzunlarının əmək bazarına inteqrasiyası necə təmin olunur bəs? Bu əslində çox mürəkkəb bir məsələdir və onu qeyd etdim ki, bizim tələbələr artıq təhsil dövründə işə götürən təşkilatlarla müəyyən ünsiyyətdə olurlar. Çünki bizim tələbələr təcrübə zamanı həm musiqi məktəblərində, bilirsiniz ki, Azərbaycan Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyası və eyni zamanda həm Bakıda yerləşən kollec, musiqi kolleci, həm Sumqayıt kolleci, eyni zamanda təcrübə dövründə bizim tələbələr Azərbaycan Dövlət Filarmoniyasında və muğam mərkəzində təcrübə keçirirlər. Yəni ki, onlar bilavasitə bu təşkilatlarda təcrübə zamanı olurlar, onların spesifikasından tanış olurlar və hal-hazırda bizdə konservatoriyada məzunlara aid olan çox dolğun bir baza toplanılır. Biz çalışırıq məzunların daim əlaqədə olaq və onların bu iş məsələləri ilə bilavasitə məşğul olaq. Amma yenə də mən deyirəm, bu sadəcə olaraq Milli Konservatoriyadan asılı olan məsələ deyil. Siz son illərdə həyata keçirdiyiniz ən uğurlu layihələri necə sıralayardınız? Biraz çətin sualdır əslində, çünki bütün bu layihələr bizim üçün çox önəmlidir və hər bir layihənin bilavasitə öz məqsədi var, öz funksiyaları var. Mən miras layihəsi haqqında sizə məlumat verdim. İndi bir layihəmiz davamlı şəkildə cərəyan edən bir layihə haqqında da məlumat vermək istərdim. Bu da nəsillərin dialoqudur. Bu layihəmiz Azərbaycan Dövlət Filarmoniyasından birgə təşkilatçılıqla həyata keçirilir və onun əsas konsepti, onun əsas ideyası ondan ibarətdir ki, ustad və onun şagirdləri arasında bu əlaqəni
birbaşa eyni səhnədə göstərməkdən ibarətdir və bu layihə çərçivəsində bizim bir sıra son dərəcə maraqlı konsertlərimiz baş tutmuşdu. Misal üçün bizim sonuncu konsertimiz Ənvər Sadıxov və onun tələbələrinin konsertidir. Ondan əvvəl Mənsum İbrahimovun və xalq artisti və onun tələbələrinin konserti baş tutmuşdu. Yəni ki, belə konsertlər çoxdur və o layihə davam etdiriləcək və onun ən uğurlu nümunələri bizim may ayında keçiriləcək Azərbaycan Dövlət Konservatoriyasında keçiriləcək konsertdə öz əksini tapacaq. Əslində mən çətin sual verdim, çünki insan bir işə öz əməyini qoyanda bütün layihələri öz balası kimi sevir. Onlara ayırmaq heç də alınmır. Sizin də bir çox uğurlu layihələriniz var. Bir daha sizə bütün işlərinizdə uğurlar arzulayıram. Bəs daha böyük auditoriyaya çatmaq üçün hansı layihələriniz olub? Əslində layihələrimiz çox olub. Mən onlardan bəzilərinin adlarını qeyd etmək istərdim. Miras layihəsi haqqında mən danışdım və indi əlavə olaraq qeyd etmək istərdim ki, Miras layihəsinin əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini bərpa etmək və Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük rol oynamış sənətkarların yaradıcına bir daha müraciət etmək və onları gündəmə gətirməkdən ibarətdir və bu layihələr çərçivəsində bizim ilk tədbirimiz orta əsr Azərbaycan musiqi elminin görkəmli nümayəndəsi Səfəddin Urməvinin yaradıcılığına həsr olunmuşdur və eyni zamanda bu layihə çərçivəsində Bülbülün və Xan Şuşinskinin yaradıcılıqlarına həsr olunmuş tədbirlər keçirilmişdir və paralel olaraq bu tədbirlərlə yanaşı Azərbaycan Milli Konservatoriyasında həm Bülbülün, həm Xan Şuşinskinin xatirə otaqları açılmışdı və bu xatirə otaqlarında onların yaradıcılığına dair çox maraqlı eksponatlar nümayiş etdirməkdədir və bir faktı da qeyd etdim ki, bir məsələ üzərində də dayanım ki, bu səpkidə, bu istiqamətdə Azərbaycan Milli Konservatoriyasında müəyyən işlərin həyata keçirilməsi nəzərdə tutulub. Digər bizim layihəmiz Nəsillərin Dialoqu adlanır. Bu layihəni Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Filarmoniyası birgə təşkilatçılığı ilə həyata keçirilir və onun əsas konsepti ondan ibarətdir ki, sənətkar və onun tələbələri eyni səhnəni, eyni məqamda bölüşməsindən ibarətdir. Bu konsertlər Azərbaycan Dövlət Filarmoniyası nəzdində kamera və arqan musiqisi zalında keçirilirdi və bu tədbirdə, bu layihədə bizim xalq artistlərimiz Mənsum İbrahimov, Azər Zeynalov, Ənvər Sadıxov iştirak etmişlər. Eyni zamanda deməli bu konsert, bu tədbirlər çərçivəsində Azərbaycan Milli Konservatoriyasının dosenti Zemfira İsmailova və bizim gənc tar ifaçımız İbrahim Babayevin də konsertləri keçirilmişdir. Əslində layihələr çoxdur və mən bugün mütləq şəkildə bir çox önəmli layihəni də qeyd etmək istərdim ki, bu da Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq keçirilən Muğam Aləmi festivalıdır və bu festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında həm gənc muğam, makum ifaçılarının müsabiqəsi keçirilir, həm də eyni zamanda beynəlxalq simpozium keçirilir və 7-ci sonuncu muğam festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında Səfəddin Urməvinin musiqi irsi, keçmişin və müasir dövrün qovşağında adlanırdı və bu simpoziumda çox mötəbər mütəxəssislər iştirak etmişdilər. Və layihələr əslində qeyd etdiyim kimi çoxdur və son dövrdə keçirilən layihələr arasında mən bir tədbiri də qeyd etmək istərdim. Bu da Övrəqi Nəfisə
jurnalının mətbu orqan olmuşdu. Bildiyiniz kimi Övraqi Nəfizə keçən əsrin əvvəllərində işıq üzü görmüşdü və incəsənətin, ədəbiyyatın müxtəlif məsələlərini işıqlandırmışdı. 6 nömrədən ibarət olmağına baxmayaraq, o bizim doğrudan da mətbuat tariximizdə və incəsənət tariximizdə çox önəmli rol oynamışdı və Övraqi Nəfizə bildiyiniz kimi ADA Universiteti və Ədibin Evi tərəfindən transliterasiya olaraq nəşr olunmuşdu və Azərbaycan Milli Konservatoriyasında bu son dərəcə maraqlı nəşrin təqdim etmə mərasimi keçirilmişdi və bu təqdim etmə mərasimi mən düşünürəm ki, dinləyicilərin, auditoriyanın yaddaşında, hafizəsində öz maraqlı musiqi tərtibatı ilə yadda qalacaq. Çünki biz o dövrün musiqi ab-havasını, musiqi həyatını bərpa etməyə çalışmışdıq. Misal üçün, Zülfüqar Hacıbəyovun Aşıq Qərib operasından Zülfüqar Hacıbəyov həmin mətbu orqanın redaktoru olmuşdu. Onun Aşıq Qərib operasından bir fraqment bizim tələbələr tərəfindən ifa olunmuşdu. Həqiqətən də çox maraqlı bir tədbir idi, çox maraqlı bir layihə idi. Bəs bundan sonra hansı layihələr olacaq? Layihələr əslində çoxdur. Bizim planlarımız kifayət qədər maraqlıdır. Bu sahədə mən bir layihə haqqında bugün xüsusi olaraq danışmaq istərdim. Bu da Azərbaycan Milli Konservatoriyasının Ədibin Evinin səhnəsi proyektidir və bu proyekt mən qeyd etdim ki, Azərbaycan Milli Konservatoriyası, Ədibin Evi və Asan TV, Asan Radio qurumu tərəfindən birgə təşkilatçılıq ilə həyata keçiriləcək. Fürsətdən istifadə edərək mən Asan Radio və Asan TV-nin rəhbərliyinə, həmçinin Ədibin Evinin rəhbərliyinə öz dərin təşəkkürümü bildirmək istərdim bu ideyaya görə və bu layihənin əsas konsepti içəri şəhərdə o qədim qala divarları arasında Azərbaycan musiqisinin səsləndirilməsi, onu geniş auditoriya təbliği arasında təbliği və eyni zamanda turistlər arasında, yəni ki, Azərbaycan musiqisinin təbliği. Bax, konsept bundan ibarətdir və bu layihə çərçivəsində bir çox bizim tanınmış ustad sənətkarların ifası nəzərdə tutulub və o cümlədən də Agil Məlikovun, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, onun ifasında Əliağa Vahidin qəzəllərinin deməli səslənməsi nəzərdə tutulub və eyni zamanda xalq artisti Mənsum İbrahimovun, əməkdar artist Emil Əfrasiabın, yəni ki, caz musiqisini də biz burada səsləndirəcəyik və Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş bir tədbir ayrıca olaraq keçiriləcək. Bu layihə çərçivəsində eyni zamanda xalq artisti Ənvər Sadıxovun ifasında Azərbaycan xalq rəqsləri səslənəcək, Azərbaycan xalq mahnıları və Azərbaycan muğam ifaçıları, gənc ifaçıları, Azərbaycan muğam müsabiqələrin laureatları burada çıxış edəcək. Yəni ki, proqram həqiqətən də çox rəngarəngdir, çox müxtəlifdir və Azərbaycan musiqi mədəniyyətinin doğrudan da zəngin panoramasını təqdim edəcək və onu da qeyd edim ki, bu tipli proyektlər ümumiyyətlə dünyada indi çox populyardır. Bilirsiniz ki, artıq uzun müddətdir İtaliyanın Verona şəhərində opera festivalı keçirilir açıq havada və eyni zamanda Berlində klassik Oper Ea adında bir festival da keçirilir açıq havada. Yəni ki, həqiqətən də konsept çox maraqlıdır. Sizcə istedad yoxsa sistem daha vacibdir? Mən düşünürəm ki, hər ikisi vacibdir. Yəni ki, sistem deyəndə yəqin ki, burada əmək nəzərdə tutulur, disiplin, bəli, nizam, intizam nəzərdə tutulur. Bizim məşhur belə bir kəlam var, Anton Çexova məxsusdur. Yəni ki, əməksiz istedad mövcud deyil. Bu bir mənalı şəkildə belədir. İnsan çox istedadlı ola bilər. Amma nizam, intizam olmazsa, sistemli, davamlı əmək olmazsa, heç bir uğura nail olmaq mümkün deyil. Ona görə hər ikisi önəmlidir. Bəs nizamlı, intizamlı olub amma istedadsız olmaq necə? Çünki bəzi insanlar və istedad, yəni belə deyək də, Allah vergisidir də. Hamı istəyər istedadlı olsun. İstedadı olmayıb
nizamlı, intizamlı olan insanlar bir uğur əldə edə bilirlər sizcə? Müəyyən bilirsiniz dərəcədə uğur əldə etmək olar. İstedadsız mümkün deyil. Əlbəttə ki, istedad olmalıdır. Məsəl üçün musiqi sahəsində, musiqi ifaçılığı sahəsində əgər sənin eşitmə qabiliyyətin yoxdursa, sən necə musiqiçi ola bilərsən? O mümkün deyil. Təbii ki, istedad olmalıdır. Səs, misal üçün, vokal sahəsində, muğam sahəsində olmalıdır, təbii ki. Və ondan sonra da təbii ki, tədris çox önəmlidir. Tədris çox önəmlidir. Bəzi hallarda bilirsinizmi, biz belə yanlış yanaşmanla rastlaşırıq ki, bəli, onun səsi var, muğam oxuya bilər, yox, elə deyil, yaxud da aşıq sənəti ilə məşğul ola bilər, elə deyil. Yəni ki, burada tədris çox önəmlidir, özdə sistemli, davamlı şəkildə tədris olmalıdır mütləq. Bəs Azərbaycan musiqisinin gələcəyini bir cümlə ilə necə təsəvvür edərdiniz? Bir cümlənin əslində çox çətindir onu ifadə etmək, amma mən düşünürəm ki, milli bənzərsizliyimizi qoruyaraq Azərbaycan musiqisini dünya musiqi müstəvisinə inteqrasiya etmək. Bax, bu bizim üçün çox önəmlidir. Çünki bizim çox qədim ənənələrimiz mövcuddur musiqi sahəsində. Həqiqətən də bənzərsiz ənənələrdir və onları qoruyub, onları kanonik halda gənclərə ötürmək və sonra biz dediyimiz məsələdə onları müxtəlif axınlarla, təmayüllərlə, janrlarla inteqrasiya, sintez edərək həm autentik şəkildə, həm yeni formada onları dünya musiqi müstəvisinə inteqrasiya etmək. Təşəkkür. Baxın, bugün musiqini süni intellekt yazır. Bəli. İfanı süni intellekt eləyir. Sizcə bu sənət adamları üçün bir təhlükədir, yoxsa necə? Süni intellekt tam olaraq əvəz edə biləcəkmi sənətkarlarımızı? Xeyr, bir mənalı şəkildə elə deyil. Bir mənalı şəkildə elə deyil. O, həmçinin bayaq danışdığımız istedad məsələsinə söykənir, istedad probleminə. Çünki bilirsiniz, insan təxəyyülü nə qədər də süni intellekt, bax, bu təfəkkür tərzini təbii ki, o müəyyən qanun uyğunluqları var. İntellektual fəaliyyətinin müəyyən qanunları var və süni intellekt onları təbii ki, emal edir, müəyyən bir formatda, müəyyən bir qanuni uyğunluqlar üzə çıxarır, bu belədir və onun əsasında yeni mətnlər yaradır. Bu təxminən bu prosesi belə təsvir etmək olar, amma istedad, bilirsinizmi, o insan təxəyyülü əslində hüdudsuzdur, nəhayətsizdir. Onun bir səddi yoxdur, onun müəyyən qanuni uyğunluqlar mövcuddur, təbii ki, mövcuddur. Amma istedad onun fövqündə duran bir anlayışdır. Yəni ki, bu barədə mən düşünürəm ki, heç narahat olmağa dəyməz. Çünki insan təxəyyülünün... Elə adından göründüyü kimi də o sünidir, biz təbii. Bəli. Orası da var, amma mən qeyd etdiyim kimi, yəni ki, insan təxəyyülü doğrudan da hüdudsuzdur, ona görə onun yaratdığı əsərləri də heç vaxt süni intellekt yarada bilməz. Əlbəttə, çox gözəl əsərlər yaratmaq olar süni intellekt vasitəsilə. Süni intellektdə çox səmərəli şəkildə elmi tədqiqatlarda istifadə etmək olar. Onun doğrudan da böyük imkanları var. Yeri gəlmiş ki, o sahədə də biz Azərbaycan Milli Konservatoriyasında müəyyən işlər görürük. Misal üçün, rəqəmsal biz bazanı yaradırıq. İlk növbədə türk xalqlarının ənənəvi musiqisinə dair rəqəmsal texnologiyalarla biz bir baza yaradırıq və ondan sonra bizim fikrimiz ondan ibarət ki, müəyyən analitik operasiyaları o sistem vasitəsilə həyata keçirmək. Yəni, süni intellektin rolu tədrisdə çox böyükdür. Yaradıcılıqda isə qismən, yəni ki, onun müəyyən sərhədləri var, hansı ki, süni intellekt mən düşünürəm ki, aşa bilməz. Mən təşəkkür edirəm sizə, vaxt ayırdığınıza görə, qonağımız olduğunuza görə və sizə bütün işlərinizdə uğurlar arzulayıram. Mən təşəkkür edirəm, çox sağ olun dəvətinizə görə. Belə, qəbuldasan ayrılan vaxt bitdi. Qonağım Milli Konservatoriyanın rektoru, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor Kamilət Dadaşzadə idi. Növbəti qəbullarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir.